Salam, bu Buklar podkastıdır. Hədəfimiz kitab klubu, rəqəmsal kitab klubu və mütaliə platforması formalaşdırmaqdır. Bir də gördük ki, kitabla oxucu bir-birinə xəbərsiz, amma barışmağa can atan küsüliyə çevriliblər və mənim indi kitabla nəfəs olan həmsöhbətim var. Naşir, tərcüməçi, yazar və ümumiyyətlə mədəni fəal Şahbaz Xudoğlu. O, Azərbaycanda kitab bazarını formalaşdıranlardan biridir. Dünya ədəbiyyatını ölkə oxucusunun dilinə çevirir. Ümumiyyətlə, eyni zamanda kitab bizə sevdirir. Şahbaz bəy, başlayaq. Başlayaq. Xoş gördük. Sizi çox sağ olun dəvət üçün. Siz sağ olun ki, gəldiniz və vaxtınızı bizə ayırdınız. Bizim hədəfimiz gənclərdir və istəyirik onlara xitab eləyək. Sizi onlarla tanış eləmə ehtiyac yoxdur. Onlar sizi tanıyırlar. Amma siz kitabla neçə yaşında tanış oldunuz? Əslində bizim evdə çox adi taxtadan düzələn bir kitab rəfi var idi və ilk kitabla tanışdığım oradan başlayıbdı və böyük kitablar idi. Uşaqlara aid olan kitablar az idi. Bax belədir, amma kitaba sevgim əslində kitabla işləyəndən sonra yaranıbdı. Yəni həyatımı o tamamən zəbt edibdi və bax ondan beləcə dost olmuşam. Bəlkə də gənclər üçün pafoslu cümlədir. Kitab sizin həyatınızı dəyişdirmir. Kitabın belə gücü var insanların həyatını dəyişmək. Mən fikirləşirəm ki, kitabla bağlı hətta ən belə səmimi, belə ülvi fikirlərini də deyəndə bəzən bu çox pafoslu çıxır. Amma əslində bu belə deyil, bu reallıqdır. Kitab ümumiyyətlə kitab dəyişən qüvvədir, dəyişməyən qüvvə deyil. Bütün dəyişikliklər, əksər dəyişikliklər kitabla gəlibdir bizim həyatımıza. Məsələn, biz müasir kitabı biz Gutenberg kitabından başlayırıq. Və ondan sonra dünyada bütün inqilablar, dəyişikliklər və ümumiyyətlə kitab hər kəsin oldu, ümumiləşdi. Yəni hər kəs bugünkü nəticədə mənə elə gəlir ki, dünyada bugünkü bu texnoloji inqilab, bu kosmos başqa bir yerin fəthi və sair insanların bu şəkildə hər bir şeyə yiyələnməsi bu elə kitabla bağlıdır. Əks halda kitab qədər insanı dəyişən ikinci bir qüvvə mən təsəvvür etmirəm. Bəs onda deyilən, bəzən də deyinilən, bəzən də qorxudulan qədərdirmi? Daha oxumuruq. Siz nə müşahidə edirsiniz? Məncə biz daha çox oxumağa başlamışıq. Biz daha çox oxuyuruq. Hətta məsələn metrolarda baxsan, qonağımsız bunu deyən. Əlbəttə mən metrolarda görürəm insanlar daha çox oxuyurlar. Sonra sərgilər keçiririk. O sərgilərin əsas iştirakçıları gənclərdir. Kitab müzakirələri, kitab görüşləri, kitab klubları, bunların hamısının da üzvləri gənclərdir. Yəni çox zaman gənclərə belə bir gənclər kitab oxumur. Əslində dünyada elə Gilqamız dastanında da yazılmışdı ki, gənclər deyəsən yəni belə də korlanıblar və amma elə deyil. Hər zaman gənclərə qarşı bir belə necə deyim, inamsız bir münasibət var. Bundan bir şey çıxmaz, bunun nə olacaq? Amma yenə də həyatı canlı saxlayan onlardır. Kitaba dəstək verən, kitaba ruh verən, kitabdan real qidalanan onlardır. Çox insanlar var ki, deyir, mən 5 universitet bitirmişəm, amma heç nəyə nail olmamışam. Amma gənclər isə başa düşürlər ki, onlar nəyi oxumalıdırlar və hansı kitab lazımdır və o kitabdan necə bəhrələnmək lazımdır. Bu çox vacib bir məsələdir. Çox doğru yerə bastınız. Deməli, gənclər oxuyurlar, amma bir şikayət də var ki, ixtisas ədəbiyyatı oxuyurlar, bədii ədəbiyyat oxumurlar. Sizin müşahidəniz də belə deyil yoxsa? Ümumiyyətlə, bilirsiniz, kitab bazarında ən asan satılan kitab ixtisas kitablarıdır. Çünki Birisi məcburdur. Məcburdur, bəli, onsuz da oxumalıdır və buraxdığın kitabı məhdud çevrədə olsa o alıb oxuyacaq. Ən ağır satılan kitablar isə bədii ədəbiyyatlardır. Amma belə bədii ədəbiyyatlar var ki, onlar artıq fövqəladə ədəbiyyatdır, dünyəvi ədəbiyyatdır və onları hər kəs oxuyurlar. Yəni bu mənada bədii ədəbiyyat, biz yalnız oxunu bədii ədəbiyyat oxumaq niyyəti ilə aşılamırıq. Biz deyirik, ümumiyyətlə oxu insanın həyatının çox böyük hissəsini tutmalıdır.
Oxu insanı böyüdən bir məsələdir. Yəni sən oxuyarsan, böyüyərsən, inkişaf edərsən, həyatın yaxşı olar. Həyatın təsadüflərdən asılı olmaz. Sən həyatını özün planlayarsan, planla yaşayarsan. Yəni oxu ona görə insana lazımdır. İstər həkimi olsun, istər deyək ki, mühəndisi olsun, fərqi yoxdur, pinəkçisi olsun. Oxu insanın həm daxili həyatını balanslı edir, həm də dünya görüşünü bir başqa bir müstəvi üzərinə çıxarır. Yəni tövsiyə, məsələn, siz özünüz tövsiyə ilə mi oxudunuz, yoxsa siz tövsiyə edirsinizmi? İndi mənim qədər kitab içərisində olan ikinci bir, yəni belə biraz pis çıxmasa, mən hər gün oxuyuram və çalışıram oxuduğum kitabı tövsiyə edəm. Və deyək ki, o kitabın mahiyyəti haqqında məlumat verirəm ki, əgər sənə yaxındırsa, bu mövzu sənə toxunursa, al və oxu. Bu sənə vacibdir. Məsələn, mən indi daha çox təbliğ edirəm, özünü inkişaf, öz biznesini qurmaq, öz daxili balansını qorumaq və özünü hər şeyə xərcləməmək, öz vaxtını planlamaq, düzgün planlamaq, bu baxımdan çıxardığım çoxlu kitablar var və bunları tövsiyə edirəm ki, insanlar özlərinin tərbiyəsi ilə belə deyək ki, məşğul olsunlar. Bilirsiniz, dünyada ən ağır bir şey insanın özünü tərbiyəsidir. Məsələn, biz özünü tərbiyə o mənada, məsələn, bədən tərbiyəsi, öz üzərində işləməkdir. Başqası bir kömək istərsə, sən ona edərsən, amma özün özünə kömək etməzsən. Amma çox vacib məsələdir, insan özünə kömək etsin. Özünə də kömək nə ilə olar? Yalnız kitabla mümkündür. Onda deməli, naşirlər həm də ədəbiyyatın gizli agentləridir də. Siz qərar verirsiniz ki, nə oxunsun, bazara hansı kitablar çıxsın. Yaxşı mənada təbii ki, bunu yaxşı yerdən soruşuram. Yəni, bir kitab zövqü olan biri kimi danışırsınız təbii ki. Və həm də naşir kimi, deməli, siz ən çox bu kitabları gənclərimizə həm tövsiyə edirsiniz, həm də bazara onu çıxarırsınız. Beynəlxalq kitab aləmində belə bir termin var, kitab çobanı. Bu kitab çobanı kitab seçməyə, düzgün kitab nəşr eləməyə səni yönləndirir. Biz əslində kitab çobanlarıyıq. Yəni naşirlər həm də kitab çobanlarıdır. Biz kitabları seçirik, onları baxırıq, onları təbliğ edirik, onları öz oxucularına çatdırırıq. Hələ bir kitabı nəşr etmək bu işin hamısı deyil. Bir yazıçını tapmaq və onunla sənin öz ünsiyyətini qurmaq, ondan istədiyin bir kitabı əldə etmək, bu da bir başqa bir şeydir. Sonra bu kitabla oxucuların ünsiyyətini qurmaq, yaratmaq, körpünü salmaq, bu da başqa bir şeydir. Bunlar hamısı hardasa həm birgə işdir, həm də bunlar hamısı naşirin, elə bil ki, naşirin işindən keçib gedir. Bizim tanıdığımız naşir sizsizdir. Bütün naşirlər bunu vicdanla mı deyim, biznes maraqlarını soyunaraq, kənara qoyaraq mı, eləyirmi? Çünki siz lokomotivsiz, siz çoban deyirsiniz, amma əsas sizsiz. Siz nə desiniz, biz onu oxuyacağıq. Gənclər onu oxuyacaq. Hamı mı sizin qədər həssas yanaşır? Bütün naşirlər. İndi məsələ burasındadır ki, mən kitabın biznesdir, yoxsa mədəniyyət faktorudur. Mən bunları bir-birindən ayırmıram. Mədəniyyət faktoru da biznesə mütləq çevrilməlidir. Biz əslində də haqlısınız. Əgər bizə qulaq asan yoxdursa, biz onu yaşada bilməliyik. Deməli, bunun biznesini düşünməliyik, bunun marketinqini düşünməliyik. Kitab da belədir, yəni. Yalnız kitab buraxıb, yəni evdə saxlamaq, bəzən deyirlər, mən yazıram, kimsə oxumur. Yox, kimsə oxumalıdır mütləq. Sənin sözün var, yazırsan ona görə ki, səni eşitsinlər. Deyirsən, ona görə ki, eşitsinlər, yazırsan ona görə ki, oxusunlar. Bu belədir, yəni sözün və onun insanlar arasında yayılmasını istəyirsən. Bu çox təbii bir prosesdir və buna çox təbii baxmaq lazımdır. Amma bu işdə səmimi olmaq. Yəni ki, deyək ki, bir adam böyük bir səyahət romanı oxumaq istəyirsə, sən ona səyahət deyil, bir kriminal romanı təqdim edirsənsə, bu yanlışdır. Yəni, sən onun fikrini dinləyib və onun zövqünə uyğun kitab verməlisən. Amma oxucu sənin gözünün qabağında həm də böyüməlidir. Bugün bu kitabı oxuyarsa, bunu oxuyar və sonra görərsən ki, artıq o hansısa daha, əlbəttə daha... Nədən sonra nəyi oxu? Daha faydalı kitabları sən ona təqdim edə bilərsən. Yəni, bugün dünya ağlını yönləndirən müəyyən müəlliflər var. O müəlliflərin Azərbaycan dilinə tərcüməsi və gətirilməsi çox vacibdir. Məsələn, bizim dərdimiz odur ki, o kitablar Azərbaycan dilində olsun. Onların oxucusu çoxdur, çox deyil.
Amma biz çalışmalıyıq ki, onlar kitabxanalarda olsunlar. Heç olmasa hər bir oxucu bunu pul verib almır. Çünki baxır ki, burada biraz cümlələr mürəkkəbdir, terminologiya var, beynəlxalq nə bilim nələr var. Bunlara. Amma bunlar kitabxanada olmalıdır. Yəni dil o zaman zənginləşər ki, ora çoxlu əlavə mətnlər o dildə çıxmış olsun. Ağıllı mətnlər o dildə çıxmış olsun. Yəni bu gün biz deyək ki, Dan Brown'un Sirlərin Sirri kitabını nəşr edirik. Bu Sirlərin Sirri tez bir zamanda çıxmalıdır ki, artıq oxucu bunu rus dilindən oxumasın, Azərbaycan dilində oxusun. Deyək ki, indi biz Nexası buraxdıq Hararini. Bu Nexas Hararinin son kitabıdır və Harari dünya çaplı bir müəllifdir. Məsələn, hər yerdə sən Hararinin fikirlərini görərsən və bu Harari Azərbaycan dilində varsa, istər-istəməz birinci növbədə türkcə və yaxud da rusca oxumaq istəyən adamlar da Hararini oxuyurlar və istəyirlər ümumiyyətlə Hararini necə düşünür və onun Nexası deyək ki, əvvəlki Sapiens, Homo Sapiens və 21-ci əsr üçün 21 dərs. Bu kitablardan sonra Nexasda o nə demək istəyir? Kitab həyatımızın çox ayrılmaz bir hissəsinə çevrilməlidir. Yəni bu o qədər dinamik olmalıdır ki, bizim həyatımızda. Deyək ki, və o bəzən şikayət edilir ki, kitab oxunmaq, necə eləyim ki, kitab oxuyum, vaxtım yoxdur filan. Mən həmişə onlara deyirəm, kitab oxumağa vaxtı ayırmayın. Sadəcə boş vaxtınızda kitab oxuyun. Yəni ki, metroda gedəndə kitab açın, oxuyun. Avtobusda, maşında, şəxsi maşınınızda kitab olsun yanınızda, yatacaqsınız orada, dəstin yanında kitab olsun, mətbəxdə kitab olsun və s. Yəni kitab bir yerində kitab olsun. Mütləq olsun. Bu ona görə deyil ki, mən bu işlə məşğulam və mən bunu təbliğ edib sizə sevdirmək istəyirəm. Yox, mən ona görə bunu deyirəm ki, çünki kitab insanların həyatını dəyişən faktordur. İnsanların həyatını gözəlləşdirən bir məsələdir. Kitaba güvənərsən, sən həyatında az zərər çəkərsən. Sən özünü ən təhlükəli məqamlardan belə xilas edə bilərsən. Şahbaz bəy dəyişən kitab. Yadınızdadır o kitab yoxsa? Bir neçədir o. Belə bir şey varmı? İndi mən sizə bir dənə şey deyim. Bəzən adam fikirləşir ki, sənə ən çox təsir edən hansı kitab olub və bunlar çox tez-tez yerlərini dəyişirlər. Amma mənim fikrimcə mənə çox təsir edən, bunu zaman-zaman belə dəyişilir fikrimdə, Tom Sawyer'in Macəraları olubdu. Bu Tom Sawyer'in Macəraları niyə görə? Çünki Tom Sawyer öz dostlarından komanda yaradırdı və taxta qılıncla və başqa bir qrupla döyüşürdülər. Və bu uşaqlıqdan artıq bir komanda yaratmaq və bir komandada oynamağın yolunu göstərən bir kitabdır. Yəni bu tip kitablar mənə hədsiz çox təsir edən kitablar olubdur. Və yaxud Gulliver'in Səyahəti, siz indi təsəvvür edin ki, bir nəhəng bir adam düşüb bir adaya və orada minlərlə xırda insanlar düşüb bunun üstünə. Bu necə gözəldir yəni. Yəni biz uşaqlıqda yuxularımızda görürük ki, necə balaca insanlar üstümüzdə gəzir və birdən-birə sən bunu eyni zamanda ədəbiyyatda da oxuyursan. Yəni ədəbiyyat səni özünə səyahət eləməyə bir yol göstərən bir vasitədir. Bəli, mütləq elədir. Siz misal çəkdiyiniz hər iki kitab, hər iki ədəbiyyat tərcümə ədəbiyyatıdır. O yaşda nə siz, nə mən biz bilmirdik bu tərcümə ədəbiyyatıdır. Bəzən də fərqi nə varmı? Zamanla və tərcümə ədəbiyyatı bugün Azərbaycanda çox müzakirə olunur. Bəzən qınanılırsınız. Əminəm sizi də qınayırlar ki, buna şikayətlər də olur. Mənim qənaətim belədir ki, bir kitabın iki müəllifi olur. Tərcüməçi müəllif qədər vacibdir. Amma bayaq da bir sürətdən dediniz ki, kitab çıxır, onu türk və rus dilində oxumamış, biz onu gətirməliyik və təcili oxucumuza çatdırmalıyıq. Bu sürətdə itirmi bu tərcümə keyfiyyəti, yoxsa ümumiyyətlə bu bir daha qlobal problemdir? İtir, hər yerdə itir. Yalnız Azərbaycan dilinə yox, Türkiyədə də türkcə tərcümələrdən eyni şikayətlər var. Rusiyada da rusca tərcümələrdən eyni şikayətlər var. Biz tez-tez naşirlərlə müxtəlif formatlarda görüşürük. Məsələn, sərgilərdə görüşürük, ayrıca naşirlərin konfransı olur, orada görüşürük. Mən görürəm ki, hamı eyni problemləri yaşayır. Hər zaman bu şikayətlər var. Amma bu gərək insanı durdurmasın. Bu bizi durdurmur. Yanlış ola bilər. Tərcümələrdə keyfiyyət problemi var həqiqətən də. İndi bu bizim tərcüməçilərin
tərcüməçilərdir. Hamı təqribən eyni tərcüməçilərin xidmətindən istifadə edir bütün nəşriyyatlar. O mənada tərcümədən çox şikayətlənmək olmaz. Bəzən bir də onda görürsünüz ki, bəhanədir, hə? Yox, yalnız mən çox bir hörmətlə yanaşıram onlara və çox diqqətli oxucular kimi onları sevirəm və onların hər bir hətta şikayətinə çox diqqətlə baxıram və dəfələrlə olub onların hətta mətbəə xətası olan kitabları qapılarına gedib bu kitabları dəyişmişəm. Yəni bu şeylərdə mən çox həssas yanaşıram, əgər qarşıma çıxır və görürəmsə. Oxucunu itirməmək üçün. Yox, oxucunu ruhdan salmamaq üçün. Söhbət yalnız istirmək. Yəni ki, o istəyirəm o xoşbəxt olsun. O kitabı oxuyursa əgər küsməsin. Hə, yəni belə rahat olsun. Amma bir təvəqqəm də var. Bəzən xırda bir hərf səhvi olur və o hərf səhvinə görə baxırsan ki, insanlar yəni çox tənqid edirlər. Mən də deyirəm ki, səhvlərə fokuslanmayın, düzə fokuslanın. O kitabdan nə almısan? O aldığını bir dəfə mənə yazdı. Yəni bu kitabdan bunu aldım. Amma o səhvləri mənə yazma lütfən də. Yəni ki, əgər çoxdursa de, düzəldək bərabər. Onsuz da düzəldirik. Yəni hər dəfə yeni nəşr olanda biz təkrar oxuyuruq onu. Amma eyni zamanda kitabdan aldıqlarımızı da paylaşaq ki, insanlar oxumayanlar, oxuyanlardan örnək götürsün. Belə. Burada elə bir ki, bax, müəllif, tərcüməçi, bir də bir profilə də ehtiyac var. Kitab editörləri, kitab redaktorları. Bu, məsələn, siz bundan istifadə edirsiniz, yoxsa bu əlavə vəsaitdir, əlavə xərcdir? Məsələn, real bazar üçün. Yox, əlbəttə kitab redaktorları var. Yəni bizim kitab 3 dəfə fərqli əllərdən keçir, yəni tərcüməçidən sonra. Və hətta ilkin tərcümə sənədi də, yəni ki, bir mətn veririk, bir tərcümə, sonra o bir yoxlamadan keçir. Sonra müəyyən bir komissiya var bizdə, yəni kitabın bütöv kitab hazır olandan sonra bir komissiyaya gedir və o komissiya kitabın müxtəlif hissələrinə baxıb və rəy verirlər. Özüdəki 10 ballıq şkala üzrə. Bunun neçədir balı? 9-dur, 8-dir, 6-dır. Və sonucda biz bilirik ki, o kitab haqqında, o tərcümə haqqında, o mətn haqqında real rəqəmlərlə nəticə var əlimizin ortasında və sonra yayıma gedir. Yəni biz həddindən artıq çox məsuliyyətli yanaşırıq işimizə. Yəni buna tam əminlə ola bilərsiniz. Biz heç zaman istəmərik ki, deyək ki, biz Nexası buraxaq, sirlərin sirri, Harry Potterləri buraxaq və burada səhv olsun. Hə, korrektorun gözündən yayınan yer var. O da bizdən biridir də. Redaktor yayınır. Amma əlbəttə bunlar olmamalıdır. Yəni bunların ərsəyə gəlməsində, bir yaranmasında, üzə çıxmasında bizim bir texniki problemimizdir. Azərbaycan dilində oxu proqramı, səhv tutma proqramlarımız həddindən artıq azdır. Demək olar ki, yoxdur. Bəzən əslində düzü də səhvə çevirir bu proqramlar. O həddədir. Yəni amma deyək ki, ingilis dilini götür, spelçeklər var. Məsələn, onlarla spelçeklər var və bunlar səhvləri düzəldirlər. Yəni bu şeydə var, çətinliklər var. Ona görə biz tam mükəmməl deyilik, amma tam mükəmməl olmağa çalışırıq. Mən buna əminəm. Ümumiyyətlə kitab bazarı məsələn mənim üçün bir belə ekosistem kimi mən belə görürəm də, kitab sərgiləri, imza günləri, endirim kampaniyaları. Bunu qərbdə də müşahidə edirik. Qonşumuz Türkiyədə də, Rusiyada da. Bu mühiti Azərbaycanda formalaşdırmaq mümkün olur. Yəni kitab sərgilərindən, endirim kampaniyalarından bir özünüzə, təkcə biznes baxımından demirəm, kitabı dəstək ala bilirsiniz. Biz kitab ətrafında dalğa yaratmağa çalışırıq. Yəni birdən müəyyən bir kampaniya edirik və insanlar gəlir, o kampaniyada kitabları əldə edir, çəkilib gedir bu dalğa. Bir müddətdən sonra o soyuqluğu görəndə təzədən yaradırıq və təzədən o dalğa hərəkətə keçir. Belə biz qoymuruq ki, kitabla insan arasında böyük səddlər çəkilsin. Biz o məsafələri yaxınlaşdırırıq. Sonra Azərbaycanda ümumiyyətlə son bu il üçün bizim əsas hədəfimiz yerli müəllifləri fokusda saxlamaqdır. Yəni yerli müəllifin kitabı çıxdısa, onun üçün mütləq imza təşkil edirik, onun müzakirəsini təşkil edirik, prezentasiya təqdimatını təşkil edirik və s. Yəni bunlar yerli müəlliflərə aid. Yəni biz bu il fokuslanmışıq yerli müəlliflərin üzərində. Yerli müəlliflər oxucularına tanıdaq, məktəblərə tanıdaq, gənc oxuculara tanıdaq. Yəni uşaq yazarları mütləq gərək yaransın ki, məktəblilər onlarla paralel şəkildə eyni havanı paylaşmalıdırlar. Yazıcı yad planetdən gələn adam deyil. Dünən o məktəbi bitirmiş adam elə o məktəbdə oxuya əsərlər yazar və yazıcı ola bilər və o məktəb onu yetişdirməlidir.
bizim vasitəmizlə elə bil ki, biz də onun nəşrini, kitabını həyata keçirtməliyik və s. İndi əslində baxsanız, mən çox bir şey müşahidə edirəm. Xanım yazarların sayı artmağa başlayıb. Bu məni çox sevindirir. Yazdıqları qədər oxuna bilirlər. Bəs o müşahidəniz Yox, buna amma nə? bu o deməkdir ki, biz dərhal təslim olmalıyıq. Davam etmək lazımdır. 1, 2, 3, 4. Mən 35 ildir kitab nəşr edirəm. Çünki bayaq dediniz, axı yazıcı yazır oxunmaq üçün. Yəni Əlbəttə. oxumayandan sonra Axı yazmaq. bir bahar, bir çiçəklə bahar olmur. Yəni bir kitabla mən yazdım, mütləq oxunmalıdır. Elə bir şey yoxdur. Sən davamlı yazmalısan və yazdığına inanmalısan və o inamı sənin qarşında duran auditoriyada aşımalısan və o auditoriya bilməlidir ki, sənin mütləq oxumaq lazımdır. Və sonra sən oxunacaqsan, oxunmayan deyə bir şey yoxdur. Mən əminəm ki, bizi indi izləyənlər arasında biz əslində oxuculara xitab edirik, amma onlar arasında yazarlar da var. Həm də siz demiş oldunuz ki, ruhdan düşməyin, yazın. Ümumiyyətlə, müşahidəniz nədir? Azərbaycan oxucusu, gənclər, bayaq dediniz çünki oxucularınız daha çox gənclərdir də, yerli yoxsa xarici ədəbiyyata daha çox meyllənirlər? Müharibədən sonra yerli ədəbiyyata maraq artıb. Yəni özünü tanımaq, özünə fikir vermək. Əgər əvvəl xaricdə iki üz-üzə gələn azərbaycanlılar çevrilib hərəsi bir istiqamətə gedirdilərsə, indi çalışırlar ki, bir-birindən ünsiyyətdə olsunlar. Yəni daha utanmırlar bir-birindən və yəqin ki, elə o psixoloji sarsıntıdan tədricən arındıqca bizim təfəkkürümüz öz ədəbiyyatımıza maraq da artacaq. Ədəbiyyatımızın qüruru da özünə qayıdır. Bəli. Bu indiki mərhələ belədir. Məsələn, Azərbaycan tarixi ilə bağlı kitablara üstünlük verirlər. Ədəbiyyatla Azərbaycan ədəbi kim var, kimlər var, oxuyaq bir. Məsələn, hətta yeni yazarların da kitablarını, cavandır, baxaq görək bunun düşüncəsi nədir, ver bir baxım o kitaba. Və s. Yəni biraz danışırsan, biraz təqdim edirsən, görürsən ki, dərhal onu alıb oxudular. Amma yaxşı olar ki, ümumiyyətlə məktəblərdə xüsusən bəzən bir sözün məktəbə verdiyi, məktəbliyə verdiyi istiqamət bütün bir kitabdan üstün olur. Yəni bir adam gələr, bir məktəbin qabağında çıxış eləyər, o bir dənə cümlə deyər, o auditoriyada olan 5 insan ondan ilhamlanar və onların həyatı tamamilə başqa istiqamətə gedər. Ona görə bu canlı ünsiyyətdən qorxmaq lazım deyil. Yəni yazıçılar, sənətkarlar, ondan öz sahəsində uğurlu peşə adamlarını mütləq məktəblə əlaqələndirmək lazımdır ki, onun fərqi nə idi o irəli gedə bildi, o fərqlənə bildi və s. Yəni mən oxu həm də bunları müəyyən etmək üçün bir vasitədir. İnsan oxuduqca onun gözləri açılar, o daha çox görə bilər, müşahidə edə bilər. Həyat bir müşahidədir. Biz gəlirik, baxırıq və gedirik. Amma o müşahidədən nələri biz əldə edə bilirik və onu başqasına ötürə bilirikmi? Yazıçılar bulardır. Bizə yəni. də qalır baxdıqlarımızdan, gördüklərimizdən. Mühafizətkar oxucuların biraz bestsellerlərə, ədəbiyyatın bu janrdır, bilmirəm, janr deyil əslində, bir formadır. Biraz başqa cür yanaşırlar, sanki belə oxucunun zövqündən xəbər verilmiş kimi. Amma mən şəxsən özüm o fikirdə deyiləm. Bilmək istəyirəm, siz necə fikirlərsiniz? Bütün bestseller ədəbiyyatı zövqsüzdür, ya da nə bilim, hava limanı, aeroport ədəbiyyatı, yəni vaxt keçirmək üçün. Yoxsa uğurlu bestsellerlər gələcəkdə klassikaya çevrilə biləcəklər də olur. İndi bir şey var. Məsələn, Türk serialları insanlara niyə özünü sevdirə bilir? Çünki insanların ən həssas yerlərində onlar o oyun qaydalarını qura bilirlər. Çox həssas yerlərinə və demək olar ki, ondan sonra insanlar dərin münasibətlərdən deyil, yalnız üzdə olan münasibətləri öz aralarında qururlar və beləliklə onlar dünya haqqında artıq dərin dünya başa düşmək, gələcəyi qurmaq bu barədə düşünmürlər. Yəni Türk seriallarına qarşı çıxış da buna əsaslanır ki, niyə bu qədər insan buna? Bestseller ilkin oxucular üçün bu kitabları oxumaq, oxu vərdişi yaratmaq üçün ola bilər, yaxşıdır. Yəni həm də bestseller bu o demək deyil ki, deyək ki, mən Coelho'nun deməli kimyagərin ən bir qədər də klassik sayıla biləcək qədər yaxşı. Bəli, amma bu çox satılan kitabdır da. Məsələn, deyək ki, Harari də bestsellerdir. Xalid Hüseyni də bestsellerdir. Səmərqənd də bestsellerdir. Səmərqənd də bestsellerdir. Bunlar hamısı çox satılan deməkdir. Bir də var detektiv janrında, detektivi çox zaman deyirlər ki, detektiv. Amma detektiv də məsələn, sən oxuyursan,
necə deyim, Agatha Christie-ni oxuyursan və yaxud məcara janrında olan əsərlər, bunlar da ola bilər sənə bir böyük bir mətn kimi sənə dadsız, dudsuz görünür. Amma gəl o ki, oradakı bir hərəkətlilik var və o hərəkətlilik səni öz arxasınca aparır, sənə həyəcan yaşadır və sən gözləyirsən. Bu da normal. Deməli, insanın o hansısa həssas nöqtələrinə toxuna bilir. Yəni, bütün hallarda insan gərək bölsün. Mən başlayan oxuyacağım. Mən indi bunu oxuyuram metroda, bunu oxuyuram evdə. Bunu oxuyuram masamın arxasında. Bunu oxuyuram. 3 kitab oxuya bilən adamlar, dansız mən bilən. Məndə həmişə çantamda ən azı 3-4 kitab mütləq olmalıdır. Hara səfər etməyimdən asılı olmayaraq. Əhvalıma bağlı rahat bir kitab oxumaq istəyirəm. Bitirməmiş digərinə keçə bilirsiniz. Bəli, orada əlfəcin qoyuram kitabın arxasında və sonra keçirəm başqa bir kitaba və mütləq şəkildə hər gün oxumalıyam. Amma işimdə də axı kitablar oxuyuram. Yəni redaktə eləmək, tərcümə eləmək, nə bilim baxmaq, anotasiya yazmaq və s. də hər halda oxu gözlər olmasa çox pis olar həyat. Yəni çünki ondan sən bütün həyatı ondan qazanırsan. Mən sizi sosial şəbəkələrdə izləyirəm, amma bu verəcəyim sual ona dəxli yoxdur. Nə demək istəyirəm? Niyə sosial şəbəkələr deyirəm? Sosial şəbəkələr bugün ədəbiyyatla yarışır, kitabla yarışır, yoxsa bu gərəksiz müqayisədir, hərəsinin öz yeri var. Sanki, niyə deyirəm? Yəni gəncin vaxtını alır sosial şəbəkələr və kitab oxumurlar. Vaxt bölünməlidir. Müasir insanın telefonundan və sosial şəbəkədən kənar qoya bilməzsiniz. Qoymaq da olmaz. Yanlış yoldur. Amma sanki bizim də yox idi deyənə çox oxuduq. Yox, amma onda da bir vaxt bölgüsü mütləq olmalı. Səhər tezdən duranda ilk öncə telefona baxma. İlk öncə yanına qoyduğun kitaba bax. Yəni və yaxud da işdə çox vaxt əgər bir işi görürsənsə, o işinə fokuslan, telefona fokuslanma, onu kənarda saxla. Yəni müəyyən qaydalar var ki, öz həyatında o qaydalara mütləq əməl etməlisən. Mən bayaq təsadüfi demədim, sizi sosial şəbəkələrdə izləyirəm. Mən elə sizin paylaşımlarınızın birində görmüşdüm. Siz Səmərqənd haqqında danışanda və mən Səmərqəndə elə oxudum. Bu paylaşımlardan belə bir mexanizminiz varmı, ya geri dönüşlərin analizini aparırsınız? Sizə görə kitab oxuyanların sayı artırmı, azalırmı? Sizin tövsiyələriniz? Mütləq şəkildə təsiri var. Yəni ki, bir kitab haqqında danışdın və o kitab, məsələn, mən sonuncu danışdığım Nişinin sağlamlıq sistemi haqqındadır. Hal-hazırda o mənim çantamdadır və nəfəs terminləri var. Həmin o hərəkətləri özümə tətbiq edirəm. Nəfəsi necə idarə etməli müxtəlif vəziyyətlərdə. Deyək ki, əgər bir başın ağrıyırsa, onda sən nəfəsdən necə istifadə edərsən ki, baş ağrısı keçsin. Təzyiqin varsa, necə o təzyiqi atmaq lazımdır. Qidalanmada necə düzgün qidalanmaq lazımdır. Ümumiyyətlə bədənə necə baxmaq lazımdır. Səhər neçədə durmaq və s. Yəni ki, bunlar mən bunu həyatıma tətbiq edirəm və bunun haqqında danışıram və insanlara deyirəm ki, siz də bunu həyatınıza gətirin. Bunun faydası var. Mən gördüm bu faydanı. Və yaxud ondan əvvəl müxtəlif romanlar haqqında, elə Səmərqənd haqqında. Səmərqənd bir səyahət romanıdır. Və o səyahət romanı siz təsəvvür edin ki, İstanbuldan başlayan bir səyahət gəlir Azərbaycandan keçir, gedir İrana düşür və Səttarxan dövrünə düşür, İnqilab dövrünə düşür və bir jurnalist və orada ana ilə orada o jurnalistin bir üzləşmə səhnəsi var. Məsələn, bu səhnə mənə elə gəlir ki, kitabın ən təsirli yerindən biridir. İndi sosial şəbəkə həyatımızın içindədir. Amma bu bizi idarə etməməlidir, biz onu idarə etməliyik. Biz elə etməliyik ki, bu bizə lazımdır, bundan istifadə edirik, düzgün istifadə edirik. Lazım deyilsə qoyuruq kənara. Yəni, lazım olan vaxtda ondan istifadə etmək. Mütləq şəkildə ondan ayrı bizim həyatımız ola bilməz. Asıllıq yaranıb, biz deyirik etməliyik, malılməli, amma bir mexanizm, bəlkə bir institutlar formalaşsın, bəlkə siz gedin gənclərlə görüşlərin sayını çoxaldın onlara. Gənclər necəsə gətirməliyik kitaba, amma siz düzdür deyirsiniz ki, gənclər zaten kitab oxuyur. Amma o vaxt bölgüsünü formalaşdırmaq üçün yaşları da, təcrübələri də azdır. Onlardan bir Şahbaz Xudoğlu məsuliyyəti də tələb eləyə bilmərik. Bəlkə biz onlarla forma tapmalıyıq, maraqlı, onların gözündən necə baxaq problemə ki, bax bu məsələnin həlindən daha çox məhsuldarlıq əldə eləyək. Elon Musk'ın yaxşı bir xatirəsi var. Deyir ki, mənim həyatımı dəyişdi o şey ki, mən atamla
O atasını çox da sevmir, çox bağlı da deyil atasına, əsasən anasına fokuslanıb. Amma o atasının bir xidmətini heç zaman unutmur. Deyir ki, mən atamdan bir dəfə xahiş etdim, bir qurğu var idi, loqo var idi və mən onu almaq istəyirdim. Və atamdan bu qurğuya görə pul istədim. Və eyni zamanda yeni texnologiyalarla da bağlı hansısa bir sərgi var idi, ona hazırlaşırdım və onun biletini də aldım. Və atam mənə təqribən orada var məbləğ $300 nəsə bir qurğu da alıbdı və eyni zamanda da bilet alıbdı. Və sonra birdən-birə atası gələndə görüb ki, Elon Musk böyük adamlarla durub söhbət eləyir. Yəni ki, o düzgün bir qərar verdi vaxtında onun atası və onun istədiyini aldı və sonra da indiki Elon Musk oldu. Yəni bəzi hallarda uşaqlara bundan istifadəyə dəstək olmaq lazımdır. Onu qısıtlamaq yox, onu demək olmaz yox. Amma onu bölmək lazımdır ki, bax, oğlum mən sənə 15 dəqiqəlik telefonda qalmağa icazə verirəm, amma onu burax, sonra bu 50 səhifə kitabı oxu mütləq. Onu oxudun indi sən zəhmət olursa qurğu Moderator olmalıyıq da. Bəli, mütləq şəkildə. Mütləq şəkildə. Yəni. Bir dənə də son sual verəcəm sizə. Çünki niyə? Mən əminəm ki, bu hissəsi daha çox sosial şəbəkələrdə müzakirə olunacaq. Çünki bu trenddir. Sizin kitabxananız birdən olmasın təki yandı və ora yenidən qurmalı olsanız ilk əlavə edəcəyiniz 5-10 ədəbiyyat. Mən ümumiyyətlə kiçik kitablardan o kitabxananın yığılmasını istərdim. İndi Dostoyevskinin deməli Karamazov qardaşları haqqında yaxşı bir məşhur bir fikir var. Deyir, əgər dünya yanarsa və o dünyanı yenidən bərpa etmək lazım gələrsə, onda bu kitabla o dünyanı yenidən yığmaq olar. Yəni Karamazov qardaşları. Bu qədər böyük kitab. Amma mən məsəl üçün deyək ki, Kiçik Şahzadə nə gözəl kitabdır. Adamlar və Siçanlar nə gözəl kitabdır. Və yaxud da Qoca və Dəniz nə gözəl kitabdır. Şahmat nə gözəl kitabdır. Yəni bu xırda-xırda əsərlər. Biz təxmin elədik artıq sizin kitabxananızı. Və bu xırda-xırda kitablar çox təsirlidirlər və eyni zamanda çox motivasiya verir. Məsələn, bir kitabı Tolstoyun bir balaca bir Serji atasını oxuyursan və artıq bilirsən ki, bu Tolstoydur. Və yaxud da insan nə ilə yaşar? Bunu oxuyursan, sən onun üslubuna bələd olursan, dünya görüşünə bələd olursan və s. Hə, sevdin bunu, artıq sən sonra gedib Anna Kareninanı rahat oxuya bilərsən. Yəni. Biz də sizdən öyrənirik, gənclərimiz də öyrənsinlər və oxusunlar. Təşəkkür edirəm bizi izlədiyiniz üçün. Çox sağ olun.